Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər. Sadəcə 5-ci olan festivalda 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar keçirilib. Hər kateqoriya üzrə birinci yerin qalibləri mükafatlandırılıblar. Birinci gün hazırlıq mərhələsi idi. İkinci gün biz təqdimatımızı etdik. Bu gün də gələn qonaqlara öz layihəmiz haqqında məlumat verdik və axırda qızıl medala layiq görüldük. Bu il biz SAF 2025-də Robo Games kateqoriyası üzrə qatılmışıq və bizə bir xəritə verilmişdi və biz bu xəritənin üzərindəki tapşırıqları robotu dizayn edərək və quraşdıraraq bu tapşırıqları həll etmişik. Tədbirdə Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunub. Biz Türkiye'den geldik. Takımımızla 2019'dan beri takımımız 2019'da kuruldu. 2019'dan beri sualtı kategorisinde yarışmalara katılıyoruz. Bu sene de Azerbaycan'a Deep Dive kategorisinde katıldık. Sualtı araçlarının genel olarak amaçları şöyle: suyun altında dalgıçların yapabildiği ve yapamadığı her türlü işi daha kolay bir şekilde yapmalarını sağlamak amacıyla üretiliyor. Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsil alanlar arasında 21-ci əsr bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı gənclərin üzə çıxarılmasıdır. Zəhra Rızayeva, Fariz Şıxəlizadə, Aysel Abbasova, ASTV Xəbər.